Elhamdülillahi vahdə və salatu və salamu alə mən la nəbiyyə ba'də. Hədislərdə qeyd etdik ki, Zilhiccə ayı ilk 10 günü digər aylardan daha əfsəldir. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdu: "Mə min əyyəmin ə'zamu indəllah və la əhabbu ileyhil əməlu fihinnə min hədil əyyəmil əşr." Allah yanında daha əzəmətli günlər və Allaha daha içində əməl olunması daha sevimli günlər bu günlərdən başqa heç bir gündə yoxdur. Yəni Zilhiccənin İlk 10 günlüyündə. Başqa bir hədisdə "Mə min əyyəm əfdalu indəllah min əyyəm əşri Zilhiccə." Zilhiccənin ilk 10 günlüyündən Allah qatında daha əfsəl günlər yoxdur. Və həmçinin də "Və ləyalin əşr" ayəsi barəsində, hansı ki Fəcr surəsində gəlir, "Vəl fəcr və ləyalin əşr." Əksər müfəssirlər buyurub ki, yəni təfsir alimləri buyurublar ki, o məhz Zilhiccənin ilk 10 günlüyüdür. Baxmayaraq ki, ayədə gecəyə and içilir. And olsun 10 gecəyə. Alimlər buyurub ki, Zilhiccənin ilk 10 günlüyüdür və o 10 günlərdə də Arafa günü var. Və Arafa günü barəsində də hədislər qarşıda gələcək. Və həmçinin Qurban günü var, Qurban bayramı var bu gündə. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Ə'zamul əyyəmi indəllah yevmun nəhr, thumma yevmul qarr." Allah qatında ən əzəmətli gün Qurban bayramıdır. Yəni qurban kəsilən gündür, sonra isə qar günüdür. Qar günü isə Zilhiccənin 11-ci günü qəsd edir Peyğəmbər sallallahu aleyhi ve sellem. O günlərdə də həcdə olanlar 11, 12 və 13-cü günlər 13-cü günün məğribinə qədər Minada qalırlar. Allah'a ibadət edirlər. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdə o günü xüsusi qeyd eləmişdir. Bu da Zilhiccə ayının içindədir. Və həmçinin başqa fəzilətlərindən, Zilhiccə ayının ilk 10 günlüyünün başqa fəzilətlərindən Uca Allah buyurur ki, "Və va'adna Musa 30 leylətən və etməmnəha bi'əşrin fəətəmmə miqatu rabbihi 40 leylə." Biz Musaya 30 gecəlik vədə verdik və bu ona 10 gecə də əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt 40 gecə oldu. İbn Kəsir və Bəğavinin təfsirində gəlir ki, məhz Allahın artırdığı o 10 gecə həmin 10 əlavə olunan, 30-un üzərinə əlavə olunan 10 Zilhiccənin ilk 10 gecəsindəndir. Yəni ilk 10 günlüyü Zilhiccənin o gün 10 günlüyündən Uca Allah Musa aleyhissalam üçün artırmışdı. Və bu da onun fəzilətini göstərir. Və həmçinin Zilhiccə ayı məlum olan ayların sonuncusudur. Məlum olan aylar nədir? Uca Allah buyurur ki, "Əl-həccu əşhurun ma'lumət." Həcc məlum aylardadır. Məlum aylar dedikdə burada 3 ay nəzərdə tutulur. Şəvval, Zülqadə və Zülhiccə. Şəvval və Zülqadə ayında həccə niyyət eləyib səfərə çıxmaq olar. Kəbəyə gəlmək olar. Sadəcə olaraq həcc Zilhiccə ayında baş verəcək. Ona görə o aylara məlum aylar deyilir. Yəni həcc ayları deyilir o aylara. Amma Şəvval və Zilqadə ayında həcc edilmir. Həcc məhz Zilhiccə ayında edilir. Sadəcə olaraq səfərə Şəvval və Zilqadə ayında çıxmaq olar və bu məlum ayların sonuncusu da Zilhiccə ayıdır. Həmçinin bu ayda həccə gələnlər qurban kəsirlər. Uca Allah buyurur ki, "Və-əddin fin-nasi bil-həcci yə'tukə ricalən və alə kullu damirin yə'tinə min kulli fəccin amiq liyəşhədu mənafi'a ləhum və yəzkur ismallahi fi əyyəmin ma'lumatin alə mə rəzəqəhum min bəhimətil ən'am fəkulu minhə və ət'imu əl-bəisinəl-fəqir." İnsanlar arasında həcci elan et. Elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun dəvələr üstündə gəlsinlər. Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, çarəsiz qalmış fəqirə də yedirdin. Yəni burada Uca Allah ev heyvanlarından bizə qurban kəsməyi əmr eləyir. Həcdə olarkən. Bu da o kimsələrə rəddir ki, necə zamanımızda çıxıb həcdə qurban kəsmək yoxdur, ümumiyyətlə qurban kəsmək yoxdur. Budur, Uca Allah bu ayədə qurban kəsməyi Peyğəmbərinə əmr eləyir ki, insanlara əmr etsin. Əzdin finnəs, insanlara həccə əmr et və onlara necə gələcəklərini də deyir hətta. Piyada və ya dəvələr üstündə və ya hər hansı bir minik üzərində və onlara verildiyi mənfəətə şahid olsunlar deyir Allah. Yəni o ev heyvanlarına verilən bu mənfəətlərə şahid olsunlar. Və ondan Allah yolunda qurban kəssin və Allahın adını çəksinlər kəsəndə. Özləri də yeyə bilərlər,
kasıbları da yedirdə bilərlər. Və bilmək lazımdır ki, həcc günlərində həccə gedənlər xüsusən də, həccdə olmayanlar da həmçinin, yəni bu Zilhiccənin ilk 10 günlüklərində Allahı çox zikr etmək lazımdır. Çünki əməllərin ən əfsəli hansı o ibadətdə ki, Allah çox zikr olunur odur. Fərq yoxdur, istəyir namaz, istəyir oruç tutarkən, istəyir həcc edərkən, istəyir sədəqə verərkən. Onlarda Allah nə qədər çox zikr olunursa, o ən əfsəl əməllərdən sayılır. Xüsusən də həcc günlərində. Və həcc günlərində də Uca Allah əmr etmişdir ki, Allahı çoxlu zikr edək. فَإِذَا أَفَضْتُم مِّنْ عَرَفَاتٍ فَاذْكُرُوا اللَّهَ عِندَ الْمَشْعَرِ الْحَرَامِ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِن كُنتُم مِّن قَبْلِهِ لَمِنَ الضَّالِّينَ ثُمَّ أَفِيضُوا مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُوا اللَّهَ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ. Arafadan qayıdarkən Məşhərul Haramda Allahı zikr edin. Sizi doğru yola yönəltdiyinə görə onu yad edin. Şübhəsiz ki, bundan əvvəl siz azmışlardan idiniz. Sonra insanların gəldiyi yerdən siz də gəlin, Allahdan bağışlanma diləyin. Şübhəsiz ki, Allah bağışlayandır, rəhimlidir. Allahı çoxlu zikr edin. Hansı zikirlərlə? Allahı təsbih etmək, təhlil etmək, həmçinin dua etmək, o da Allahı zikr etməkdir. Təsbih yəni Subhanallah demək, təhlil yəni La ilahe illallah demək, təkbir gətirmək, Allahu Ekber demək, bu zikirləri çoxaltmaq. Məşhərul Haram isə bu ayədir ki, Məşhərul Haram deyəndə Muzdəlifə qəsd olunur. Çünki Arafadan çıxan həcilər, həcc edənlər Müzdəlifəyə gəlirlər. Və Arafa günü 9-u baş verir. 9-u axşamı Müzdəlifədə olurlar həcc edənlər. Ondan sonra isə bu ayələrdən sonra isə Uca Allah buyurur ki, فَإِذَا قَدَيْتُمْ مَنَاسِكَكُمْ فَاذْكُرُوا اللَّهَ كَذِكْرِكُمْ آبَاءَكُمْ أَوْ أَشَدَّ ذِكْرًا. Həcc ibadətləriniz bitirdikdə atalarınızı yad etdiyiniz kimi, hətta ondan da qüvvətli şəkildə Allahı yad edin. Yəni mənası odur ki, necə nəsil nəzəbinizlə öyünürdünüzsə, necə atalarınızla, nəslinizlə fəxr edirdinizsə, o cür və ya ondan da şiddətli. Allahı zikr edin, Allahı xatırlayın. Çünki şəriətdə nəsəb ilə insanın öz ataları, babaları ilə öyünməsi, fəxrlənməsi bəyənilmir. Bu əslən qadağan olmuşdur. Ona görə də əvvəllər, yəni Uca Allah deyir ki, mən sizi hidayət etdim. Necə əvvəl bu şeylərlə öyünürdünüzsə, necə onunla fəxrlə danışırdısa, bax Allahı o cür. Hətta ondan da şiddətli Allahı zikr edin. Artıq bu bayram günüdür. Zilhiccənin 10-cu günü Uca Allah həcc edənlərdən bunu istəyir. Onlardan bunu tələb edir. Və həmçinin Səhih Buxaridə gələn rəvayətdə İbn Ömər, Əbu Hureyra radiyallahu anhumə, onların hər ikisi bu gündə, yəni Zilhiccənin 10-cu günündə, bayram günündə bazarlara çıxardılar, təkbir gətirərdilər. Və insanlar da təkbir gətirərdi onları dinləyib. Toplu şəkildə yox, sadəcə onların bu şeyə həvəsləndirdiklərinə görə onlar da onlara baxıb, İbn Ömərə və Əbu Hureyrəyə baxıb təkbirlər gətirərdilər. Həmçinin tabinlərdən də gəlib. Səid ibn Cübeyr, Mücahid, qeyri tabinlər də bu gündə təkbirlər gətirərdilər. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Vallahu Ekber, Allahu Ekber və lillahil hamd. Bu zikri çoxaldardılar bu gündə. Bilmək lazımdır ki, Allah Subhanahu wa Taala möminlərin nəfsinə öz evini müşahidə eləməyi və onu görəndə sevinməyi qoyub. Yəni Kəbəyə gedib həcc edənlərə onların nəfsinə bu şeyi qoyub, yerləşdirib. Onlar Kəbəni görəndə sevinirlər. Və orada Allaha istiğfarlar edirlər, dualar edirlər, Allahın adını ucaldırlar. Və hər kəs də buna qadir deyil, həcc etməyə. Və hər il etməyə də hər kəs qadir deyil. Yalnız Allahın müvəffəq etdiklərindən başqa. Və ömürdə də bircə dəfə etmək kifayət edir. Və bu mövsümü də Uca Allah həm səfər edənlər üçün, həm də öz ölkəsində qalanlar üçün müştərək edib. Hər ikisinin savab qazanması üçün müştərək edib. Və kim həccə getməkdən aciz olarsa, bu 10 günlüklərdə digər əməllər edə bilər. Elə bir əməllər edə bilər ki, onlar cihaddan belə əfsəldir. Və cihad da həcdən belə də əfsəl sayılır. Subhanəkəllahu bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruke və etûbu ileyk.